Bakalım. Birinci sınavımızda, sınav 2'nin birinci sualında bize deyirdi ki, bir ayan rəfiqəsi ilə Günlarənin ev ünvanını söyləyərkən mənzilin nömrəsini verməyi unutdu. Bu zaman ayan informasiyanın hansı xassəsini pozmuş oldu? Bu hansı xassə idi müəllimlər? Təbii ki, Hamlı. bəli, informasiya verir. Deyir ev harda yerləşir. Amma evin tam ünvanını demir, o evi necə tapa bilər? Ona görə də informasiyanın tamlıq xassəsi pozulmuş olur. Müəllimlər, informasiyanın aktuallıq xassəsi deyiləndə nə başa düşürük? Nə idi aktuallıq xassəsi? Cari deməli, cari vaxtda elə bir ki, o aktual olsun da, yəni lazımlı olsun. Bəli, cari zamana uyğunluq adlanırdı. Hal-hazırda elə bir ki, lazım olsun. Bəli. Məsəl üçün deyək, keçən həftənin hava proqnozu bir 8 il bundan əvvəlki kurikulum qaydaları artıq köhnəlib. Bax, heç kimə ehtiyac deyil. Bizə lazımdır. Mən başlayaq, bizim də onu keçək. Bugün aktuallığını itirir. Bəli, aktual deyil. Bəli, aktual informasiya hesab olunur. Baxaq növbəti sualımıza. Növbəti sualımızda burada bizə deyir ki, ADSL bağlantı vasitəsilə ötürülmənin sürəti 16 megabit bölünsün saniyə. Bu bağlantıda 4096 kilobayt həcmli fayl neçə saniyə ötürülür? Baxın müəllimlər, ADSL bağlantı hansı bağlantı növü idi? Səndən keçmiş. ADSL bağlantı vasitəsilə ötürülən informasiya hansı növ informasiya idi? Rəqəmsal. Rəqəmsal, yəni ki, belə deyim, iki xətli idi. İki xətli necədir? Telefon xəttindən asılı deyildi. Əvvəllər necə idi? Telefon bəlkə də bilmirəm, əksəriyyət. Müəllimə, onu deyirsiniz. Biz o vaxt təzə çəkirəndə, internetə girəndə telefon işləmirdi. Bəli, ona görə idi ki, bir xətli idi. Yəni bir xət var idi orada, yəni ADSL bağlantı deyildi. ADSL isə qoşa xətli bağlantıdır. Yəni orada telefon xətti ayrı işləyir, sərbəst işləyə bilir və digər xəttlər rahatlıqla sərbəst işləyə bilir. Yəni internet xətti rahatlıqla işləyə bilir. Baxın, burada bizdə sualımızda vahidin biri nə ilə verilibdir? Vahidin biri megabitlə verilibdir. Digəri isə kilobaytla verilibdir. Deməli, biz həcmi rahatlıqla hesablaya bilməkdən ötürü mütləq nə etməliyik? Bu həcmlərində hər birini bərabər etməliyik də, yəni hər birini megabitlə məsəl üçün ifadə edə bilərik 4096 kilobayt. Necə ifadə edə bilərik müəllimlər? Kiçik baxın. Kiçik vahiddən böyük vahidə keçəndə nə edirik? Kiçik vahiddən böyük vahidə. Yəni ki, bir sözlə baxın, megabitdən bəli. Bəli, buyurun. Burada deməli 4096 kilobaytımız 4 megabayt eləyir. 16 megabitdə 8-ə böləndə 2 megabayta bərabərdir. 4-ə 2-yə böləndə 2 alırıq. Bəli, bəli. Belə qısa qaydanı hesablaya bilərik. Bəli. Bu qaydanın hesablı cavabı 2 alırıq. Bəli. Sualınız var mənimlə ikinci suallar? Müəllimə, bu 89-da da deməli 50% sıxlaşdıranda 214 kilobayt olacaq, eləmi? 50% sıxlaşdırmaq, yəni ki, yarısını götürmürük də, yarısını götürürük. Yarısı 16. Onun yarısı. 214 olacaq da, eləmi müəllimə, yoxsa? Yox, baxın İlqar müəllim. Deyir ki, neçə kilobayt olar? 32 gigabaytın informasiyası deyir 50% sıxlaşdırıldıqdan sonra. 50% sıxlaşdırıldıqdan sonra kilobaytı soruşur. Olacaq 16 gigabayt. 16 gigabayt. İndi biz 16 gigabaytı nə etməliyik? Çevirməliyik.
Kilobayt. 220-220-yə bölməliyik də müəllimə mənim. Müəllim, gigabaytı kilobayta. Gigabaytı kilobayta. Diqqətli olaq. Vurmalıyıq. Bəli, hansı həcmdən hansına keçirik? Bəli. 220-yə onda 224 olur da. Əla, bəli. Bəli, onda 2 üstü, deməli, bir dəqiqə müəllimlər. Burada 2 üstü 20-yə vururuq. Orada da 2 üstü 5 qalmışdı. Bir dəqiqə. Bir dəqiqə. Deməli, 32-dir. Deyir neçə? Kilobayt olar. Baytlar öz yerində qalır. Gigadan da kiloya gedəndə. Bir dəqiqə. 224 müəllimə. Bəli. Baxaq növbəti. Davam edək. Deyir 8 gigabaytlıq diskə 2 gigabaytlıq Bəli, film. bunu deməli hamısını göndərdik, deməli çevirdik daha doğrusu. Axırda da 4093 alınır. Megabayta göndərəndə onları çıxanda 4093 alınır. Bəli. Bəli. Baxın müəllimə, 8 gigabaytdan 2 gigabaytını çıxırır. Sonra 2000 deməli 48 megabayt 2 gigabayt. Bəli. Sonra 3070'li də eləyir. Elə bir şey, onu da çeviririk. Çıxanda elə bir 4093 megabayt qalır. Bəli, bəli. Əla. Bəli. Bəli. Bağımız var mı öyle bulsalar? Yoksa geçelim. Burada bir yağışdan sonra insanın gözləri önündə necə gözəl mənzərə yaranır. Hələ otların ətrafında. Zuhal, bir də qoxu, dəniz. Bəli, çünki gözəl mənzərəni gözdən görürük. Nə deyir? Otların qoxu ətrini isə burun vasitəsilə Qoxu. vizual və qoxu informasiyası. Bəli. Müəllimlər, bu misala keçən dərsdə baxmışsınız. Baxın, bunu sadə yolunu tapa bilərik həllini. Burada 7 rəqəmindən istifadə olunur. Təbii ki, 8-lik say sistemində 7 rəqəmi var. 7-lik say sistemi yaza bilmərik. 5-lik say sistemində götürə bilmərik. 8-lik niyə götürə bilmərik müəllimlər? Çünki orada cavabda 8-lik say sistemində 8 yoxdur. Cavabda 87 yazıb. Ona görə A variantında götürə bilmərik. B variantında 7 yazılıb, onu da götürə bilmərik. Aydındır. Təbii ki, heç orada 5-lik, 6-lıq say sistemindən söhbət gedə bilməz. Çünki orada artıq böyük rəqəmlər var. 6-dır, 5-dir. Onlar heç bir say sistemi 16-lıqdır da burada B bəndi. Bəli, müəllimlər. Nəyə görə belə xırdalıqla deyirəm? Ona görə ki, müəllimə 8-likdə 8 ola bilməz. 7-likdə 8 ola bilməz. 5-likdə 8 ola bilməz. 5 ola bilməz. 6-lıqda 7 ola bilməz. Bəli. Bəli, elə. Əlavə 2 dənə də qayda var, amma o qaydanı müəllimlər indi 3-cü sınavınızda var. O 3-cü sınavı istəyirsiniz, orada izah eləyir. Bu misalı fərqli forması. İstəyirəm, bir söz deyə bilərəm. Bəli, bəli, buyurun. Valla sizin dersleriniz olur. Ben onları görə bilmirəm. Yəni dərs izah edirsiniz, dərs keçirsiniz. Necə deyim? Bu arada ki, hər gün dərs. O belə ancaq testlərdən ibarətdir.
Mən sınaqlarını. dərsimizi artıq bitirmişik. Çünki mən qruplarımla mayın söz vermişdim onlara ki, mayın 1-nəcən dərsimiz bitəcək. Bitirdik mayın 1-nəcən. Yəni söz vermişdim, gəldi proqramımız elə idi. Elə qurmuşduq proqramımızı ki, mayın 1 Başa dərslərimiz bitirdi. Yəni dərs keçdiyimiz əslində qrupun üzvləridir. Belə deyim. Əlavə qoşulan müəllimlərimiz qoşmuşam, ona görə bilmirəm, məlumatım yoxdur, ona görə soruşdum. hə, yəni bizim sınaqlardır. Ümumi bütün mövzulardan ibarət sınaqlardır. Sınaqlar qrupa hər gün atılır. Sınağı həll edirsiniz, ondan sonra sınaqda olan sualların izahlarına baxın. Başa Hə. Baxaq. 36-ya baxaq. Bir əlifbanın gücü 256-ya bərabərdir. Bu əlifbada yazılmış mətn yaddaşda 8 kilobayt yer tutur. Mətndə istifadə olunan simvolların sayı nə qədərdir? Deməli, müəllimlər, əlifbanın gücü, bax, əlifbanın gücü deyəndə nə nəzərdə tutulur? Yəni, burada kodlaşdırıla bilən maksimum simvolların sayından söhbət gedir. Əlifbanın gücü 256-dırsa, burada bir simvol yaddaşda nə qədər yer tutur? Təbii ki, 256, 200 neçə müəllimlər? 208. Deməli, bir simvol yaddaşda nə qədər yer tutur? 8 bit. Bir simvol yaddaşda 8 bit yer tutur. Bir 8 kilo... Bir baytda bir bayt. Bəli. Baxın, 8 kilobayt olanda da burada simvolların sayı nəyə bərabər olar? 2 üstü 8 8 olsun 210 olacaq da. Əla. 210, 213. Əla, bəli. C bəndi. 213, əla, bəli. C bəndi, əla. Hər kəsə sualınız olanda başa düşməyəndə müəllimlər deyin, bir də yazın. Bir Samir 16 mərtəbəli binanın 15-ci mərtəbəsində yaşayır. Baxın, 16 mərtəbəli binadır. Baxın, 16 mərtəbəli bina. Deməli, bina 16 mərtəbəlidirsə, bir dənə binanı kodlaşdırmaq üçün bu qədər sahə, ümumiyyətcə, yaddaş sahəsi ayrılıqdır. 16 mərtəbəlidirsə, müəllimlər, bir mərtəbə üçün, bir dənə mərtəbə üçün 4 bit informasiya sahəsi ayrılır. 4 bit. Burada da bizə deyir ki, onun neçənci mərtəbədə yaşaması, məlumatının neçə bit informasiya var. Təbii ki, 15-ci mərtəbədə də yaşasa, 3-cüdə də, 2-ci. Burada da müəllimlər. Bəli, bizə bir dənə mərtəbə dediyinə görə. Ona görə burada nəyi götürürük? Sadəcə 8 biti götürürük. Aydındır müəllimlər? Alo. Alo. Səsim eşidilir müəllimlər? Bəli, bəli, müəllimə, gəlin. Əla. Deməli, binada nə qədər informasiya olduğunu tapmaqdan ötürü dedik ki, neçə dənə mərtəbəmiz var idi? Bizim var idi 16. 16. 16 mərtəbəmiz varsa, deməli, bir dənə mərtəbə yaddaşda nə qədər yer tutdu? 4 bit. Bəli, 4 bit. 16 çünki 204 olduğuna görə. Saniye var.
Müəllimlər, ekranda görüntüdə səsdə problem yoxdur ki. Nəsə problem olsa mütləq deyil. Baxın müəllimlər, burada vektor qrafikasından danışılır. Gəlin baxaq. Vektor qrafikası nədir və raster qrafikası nədir? Raster və vektor qrafikalarının bir-birindən fərqi. Deməli, vektor qrafikası nələrdən ibarətdir? Sadəcə düz xətlərdən ibarətdir və düstur vasitəsilə təyin olunur. Kx kvadratı kimi yazılır düsturu. Baxaq. Vektor qrafikasında görüntü raster qrafikasındakı kimi deyil. Vektorda görüntü daha keyfiyyətlidir. Biz bilirik ki, raster qrafikasında, yəni hal-hazırda istifadə edildiyimiz qrafikada biz görüntünü bir balaca böyütdükdə nə baş verir? Görüntünün keyfiyyəti itir. Yəni görüntü bulanıqlaşır. Biz tam aydın şəkildə həmin qrafik faylımızı, yəni bir sözlə şəklimizi görə bilmirik. Amma raster vektor qrafikasında belə deyil. Vektor qrafikası hansı qaydadadır? Vektor qrafikasında görüntü daha keyfiyyətlidir. Aydındır. Yəni ki, ekranda, bax, məsəl üçün, əvvəlki telefonlar necə idi mənlər? Görüntünü böyüdürdük ki, baxaq biraz, orada xırda bir, hər hansı bir şəkil var, tam seçilmir də. Böyüdürdük ki, o şəkil tam görək. Əksinə nə baş verirdi? Daha da şəkil bulanıqlaşırdı, heç nə gözümüz seçmirdi, başa görə bilmirdik ki, orada nə var şəkildə. Ancaq vektor qrafikasında bu çatışmazlıqlar yoxdur. Vektor qrafikasında hər hansı bir qrafik təsviri böyütdükdə görüntü daha keyfiyyətlidir. Həmin o kiçicik nöqtəni görə bilərik. Amma vektorun bir dənə mənfi xüsusiyyəti var ki, vektor qrafikasının çatışmazlığı. Səsiniz gəlir, nədir? Səsiniz qırıq-qırıq gəlir. Hə, bildirəm. O, çünki mikrofonda problem var. Bəs indi necə eşidilir? Bəli, bəli, yaxşı. İndi eşidilir? Hə, bir dəqiqə mən qulaqçığa keçim. Ola bilsin ki, internetdə problem var. Ən yaxşısı megabayta keçməyin. Və hazırdır. Deməli, vektor qrafikasında dedik görüntü daha keyfiyyətlidir. Baxın, burada deyir ki, çatışmazlığı nədir? Bir dənə müəllimlər çatışmazlığı var ki, vektor qrafikasının. Burada görüntü... Müəllimlər, görüntüdə rəngləri əks etdirməyin çətinliyi ən əsaslı rənglərdə E bəndi. Necə yəni? Yox, müəllimlər, görüntüdə yaddaşda raster təsvirlərə nisbətən çox az yer tutur, bu səhvdir. Şəkillərin ölçülərini, vizual keyfiyyətlərini itirmədən, belə deyim, nə qədər lazım olsa dəyişdirmək mümkündür, düzdür. Raster formatına keçməyin sadəliyi. Baxın, müəllimlər, raster formatına keçməyin sadəliyi bu təsvirlərin yüksək çap keyfiyyətinə malik olur. Bəli, bu təsvirlər yüksək çap keyfiyyətinə malikdir. Çatışmazlığı deyil. Görüntüdə reallığı əks etdirməyin çətinliyi. Mən deyirəm E bəndində axırıncı. Müəllimlər, reallığı əks etdirməyin çətinliyi. Bəli. Əslində bilirsiniz, burada cavab nə olmalıydı? Əsas ən dolğun cavab odur ki, vektor qrafikasının çatışmazlığı ən birinci qayda dəftərinə qeyd edin. 9 sinif kitabında da var. Ən birinci çatışmazlığı nədir? Yaddaşda çox yer tutmasıdır. Baxın, raster qrafikası yaddaşda çox yer tutmur, az yer tutur. Ona görə müasir dövrdə hamı rasterdən istifadə edir. Görürsünüz, kompüterlər, telefonlar, o ki, şəkil yükləyirik, göndəririk WhatsApp-la bir-birimizə və s. Həmin o şəkillərin hamısı hansı qrafikada yığılır? Rasterda. Heç biri vektorda deyil. Niyə? Çünki yaddaşda vektor çox yer tutur. Düzdür, görüntü həddən artıq keyfiyyətlidir. Amma neyiniyir? Yaddaşda çox yer tutur. Aydındır. Keçək növbəti desin. Keçək növbəti.
Burada isə bizə deyir ki, 128-in 256-ya pikseldən ibarət qrafik təsvir yaddaşda filan qədər yer tutur. Bu təsvirin kodlaşdırıldığı palitrada rənglərin sayının minimum sayı nə qədərdir? Müəllimə, burada 228 olmalı deyil. Çünki biz rənglərin min tapırıq 128. Rəng sayı deyəndə 228 götürdük də. Bu misalla keçirim lövhəyə, lövhədə bunu da ikinci misalda keçər lövhəyə, lövhədə izahını deyim. Çünki belə bu şifahi alınmır bu tip misallar. Olmasa gözlüyüm, keçər elektron lövhəyə, lövhədə izahını deyim. Yirmi səkkiz bit olur. Bəli, bizə rəhdərliyini soruşur. Rənglərin sayı yazılıb bax ora rənglərin. Yox, baxın mənim bizə deyir ki, rənglərin maksimum sayı nə qədərdir? Rəng qeyd edin qayda dəftərinizə. Rənglərin maksimum sayı deyəndə, yalnız və yalnız nəzərdə tutulur rəng palitrası. Aydındır? Yəni rəng çalar. Yəni o da rəhdərliyindən söhbət getmir. Aha, ona görə də burada 228 olur da. Bəli, Bəli. iki üstü şəklində götürür, yəni sadə götürmürük. Lövhədə paylaşım izahını. Bu 78-də də, yəni bu 11-cidə düzgün variant hansıdır? C variant. Hə, mən onu tapmışdım C variantı. Çünki yoldaşlar deyir ki, 128 ona görə deyirəm. 207 eləyir. Hə, 207, 128, 207-dir, 256, 208. 512, 509. 7 bitlə kodlaşdırılır. O da belə deyək də, rəng dərinliyi deyilmir. Rəng salarını soruşur. Səhv eləməm. 1 piksel 7 bitlə kodlaşmır. Burada 1 piksel 128 bitlə kodlaşmır. Deyil, müəllim. 1 piksel 7 bitlə olur. Mən izah etsin baxaq. Səbirlə baxaq mənlə indi. dəqiqə mən bunu lövhədə izah edeyim. İzahsız çətin. Baxın. Baxın, lövhədə izah. Ola bilər cavabı düz alarsınız, amma gedişatı düz getməzsiniz. Yüz 28'in biz alaq. 128'i yazarıq. 2 üstü 7 şəklində. Vurulsun 2 üstü 8. Yaddaşda 512 kilobayt. Yəni o da vurulsun x. Yəni rəhdərliyi bilinmir neçədir. Bu da 512 kilobayta. Yəni 512 vurulsun 2 üstü 13'e bərabərdir. Buradan da x'imizi tapmaqdan ötürü 2 üstü 9, 512, 2 üstü 9 şəklində vuraq. Vurulsun 2 üstü 13, bölünsün 2 üstü 7, vurulsun 2 üstü 8 şəklində yazarıq. Bunlar eləyər 15. Baxın, bunlar ikisi eləyir 15. 13 buradan gedir, 2 də buradan gedir, qalır 7. Deməli, cavab
Bəli, 2 üstü 7 alır. Rəng dərinliyimiz olur da müəllimə burada 2/7. Bəli. 2 üstü 7, bəli. 128. Rəng dərinliyidir. Amma bizdə deyir ki, bu təsvirin kodlaşdırıldığı palitranın rənglərinin sayı maraqlıdır. Əgər palitra deyirsə, palitra, bu da 128 götürməli, düz deyil. 2 üstü 128 olmalı. Hə, onu deyir. Hə, düzgün deyil. Əslində bu sualda məndən qayda olunur dərsimiz. İndi mən bu sualı dəyişəcəm başqa sualla. Burada düzgün verməyiblər. Kitabda da variantı C veribdir. Amma düzgün deyil o variant. Yəni orada 2 üstü 128. Ben bu düzgün değil. Çünki palitranı soruşur birdən. Rənglərin deyir maksimum sayı. Baxın, palitra sözü də işlədib özdə. Rənglərin maksimum sayı. Ona görə cavabı düzgün verilmir. O sualı başqa sualla əvəz edəcəm ki, çünki növbəti dəfələrdə bu sualları dönüb bir də işləyəndə problem yaranmasın. Variantda 2/128 də qoymaq olar da. Hə, bəli, dəyişəcəm. Ya sualı, ya variantı dəyişəcəm. Baxaq növbətiyə. Bu sualda mən bir dəqiqə mən lövhədə izah eləyəm, çünki bir balaca mürəkkəb sual, yəni izah tələb edən sualdır. Hı. Hı. 25 kadr bölünsün saniye. Nə deməkdir məndə? Yəni ki, Yox, bu bir saniyədir. Bir saniyədə 5 kadr. bəli, bir saniyə ərzində 25 dənə kadr. Məmlə, bəs kadr nədir? Dedi ki, kadr Kadr şəkillər. Sürətli, şəkillərin sürətli keçməsi də, yəni video əmələ gətirir. bəli, bəli. Bir saniyədə 25 dənə şəkil var. 25 dənə şəkil istifadə olunur. Bir saniyədə 25 dənə şəkildən kadr bir dənə şəkil deməkdir. Yəni kadr, və belə yadda saxlayaq ki, kadr bir dənə adi şəkildir. Axı biz bilirik, axı şəkillər birləşib bizə videonu hərəkət elətdirərək əmələ gətirir. İndi bizə deyir ki, bu video fayl 40 saniyə davam edir. Aha, deməli 40 saniyə davam edirsə, 40-ı vuraram 25-ə. Nəyə taparam mənimlə? Ümumi kadrlarımın sayını taparam. Bu deyil, 20. 20. Bu da 8, 9. 900. Düzdürmü? Bu deyil, 9. Sonra bizə deyir ki, bu video faylın indi bizə kadrın həcmi lazımdır. Bir dənə kadrın həcmi. Deməli, biz nə etməliyik? Ümumi kadrların sayını nəyə vurmalıyıq mənlər? Təbii ki, bir dənə kadrın həcminə. Aydındır? Bir dənə kadrımızın həcminə. Olsun 2/7, sonra olsun 8 bit. Bu da olsun 900. Bu da keçirəcəyim megabitdən. Fazla 125 megabit. Deməli, bir dənə kadrımızın həcmini tapaq. Bir kadr bərabərdir. 128, 207 vurulsun. 207. Nöqtədən var. 256 rəng palitrası. Baxın mənlə. Rəng palitrası deyir. Rəng dərinliyi demir. Biz palitranı nəyə çevirməliyik? Rəng dərinliyinə. Palitranı rəng dərinliyinə çevirməliyik. O da neçə eləyir? 208. Bəli.
Buna da bizə 8 bit harfli düsturunu tətbiq edir, 8 bit alır. O da eləyir küslü 3. Bu bizim bir dənə kadrımızın həcmidir. Bir kadr həcmidir. Yaxşı olar ki, biz bir kadrı nə ilə ifadə edək? Mesela kiloya ya megaya çevirə bilirsə, megabayta çevirər. Burada megaya çevirə bilmirik. Ancaq küslü 13-ə bölərik. Bunlar 14 eləyər. Sara gedər. Bu da qalar küslü 1. O da eləyər 2 üstü 4. Bəli, bir dənə kadrımız 16 kilobayt yer tutur yaddaşda. Bax, 16 kilobayt yer tutur. İndi biz baxaq. Bizim ümumi həcmi nə qədər idi? Ümumi sayın mənlər. Tamam. Deməli, bir dənə, yəni qrafik təsvirimizin, bir dənə şəklimizin həcmi 16 kilobayta bərabərdir. Və bu həcmdə olan qrafik fayl 40 saniyə ərzində davam edir. Deməli, 16-nı vurarıq 40-a, onu da vurarıq neçə mənlər? Deməli, 1 saniyədə 25 dənə kadr edir. Onu da vurarıq 25-ə. Bu qaydada hesablayarıq. İmtahanda bizə kalkulyatordan icazə verilir. Mən də indi kalkulyatordan sürətli hesablayıb deyəcəm. Vaxtımız çox tutmasın. Yəni, siz də imtahanda rahatlıqla istifadə edə bilərsiniz kalkulyatordan. Çalışın da istifadə edin ki, vaxtınıza qənaət olsun. Deməli, 16 vurulsun 40. O da vurulsun 25. 16. Bəli, 16. Dəqiq kalkulyatorda vurun, daha dəqiq olsun. Bəli, cavabımız 16. Bu video informasiyasının hesablanması qaydası idi. Müəllimlər, bəs səs... Cavab burada 16.000'di müəllimə. Bəli. Cavab 125 min bit almışdım mən. Peki, yenə hesablayayım. neçə bit almışdınız? 125 megabit. Müəllimə, mən də 16.000 almışdım. Amma deyəsən, düzgün cavab variantı o götürülməmişdi. Mən hesablayanda 125 megabit almışam. Deməli, mən burada 25 vurmuşam 40-a. Bəli. 207 vurub 207, o da vurmuşam 8-ə. Bir Niyə? tane olub da cavabım. Sonra megabitə keçmişəm. 220-yə də bölmüşəm, keçmişəm megabitə. Niyə 8-ə vurmuşsunuz mənlə? Çünki rənglərini 8 taxırdım. 256 rəng çalardı. 8-dəki rənglərini 8 Yox, baxın mənlə. Burada bizə deyir ki, yenə, baxın, bir dənə kadrımız yaddaşda nə qədər yer tutur? 2 üstü 7 vurulsun 2 üstü 7, o da vurulsun 8. Axı deyir, burada rəng palitrası 256-dır. 256 rəng palitrasına 8 bit verir bizə. O da eləyir 2 üstü 3. Bunlar eləyir 7, 7, 14. Bu da 3, 17. Düzdürmü? Baxın, burada yazmışım. Hamısı bir yerdə 17 elədir. Onun üstündə 17 ixtisar edəndə yerdə qalır 2 üstü 4. Yəni 16 qalır. Yəni bu 16 kilobaytdır. 16 kilobaytdırsa 1 saniyədə 25 dənə kadr var və bu kadrda 40 saniyə davam eləmişdir. Ona görə biz 16-nı 40-a vurmalıyıq, 40-ı 25-ə vurmalıyıq. Yəni budur. Cavab dəqiq 16-nıdır. Bilmirəm, orada. Yenə də hesabladım, yenə də 125 megabit eləyir. Siz necə alırsınız? Mənim zəhmət olmasa mən dediyim kimi siz yaza bilərsiniz. Deyin, bəli, deyin. 25 vurulsun 40. Vurulsun 207, vurulsun 207. Vurulsun 203. Bəli. Bakın zəhmət olmasa bölün 220'ye. Deməli, yukarıda eləyir 217, aşağıda qalır 203, 8 qalır, 25'i də 40'a vurur, bölürük 8'e eləyir 125. 7, 7, 14, 17. Aşağıda qalır 203. Bəli, 203, 8 qalır. Sanki Müəllimə, 25'i 40'a vurur. müəllimə, bir şeydə diqqətli olmalısınız. Burada
megabitlə alınacaqdır. Megabaytla yox. Hə, hatta onu deyirəm də 125 megabit olacaq. Hə, bu da megabaytla alınır. Yox, megabit. Megabitlə alınır, bəli. Çünki Hı, 220-yə hə, bölünür hə. axı. Bəli, Hə, 25 deyirəm. Hə, 25 o deyirəm də. 25'i 40'a vurup 8'e böləndə 125 megabit olacaq. düzdür, bəli. Hı -hı. 25 megabit. Bəli. Evet, sonra böləndə. Bəli. Baxaq, burada niyə 125 alınmadı? Ama da müəlliməm, cavabda var 25, 125. Var. Axı biz burada Hı. müəllimə, Müəllimə 20-yə yox, 13-ə bölməli idi o da. 210. Müəllimə, Bitdən megabitə burada- keçəndə 220'ye bölürük. müəllimə, biz burada 1600 kilobayt aldıq. Biz burada megabayt yazıb baxırıq. Siz demirsiniz, burada biz texniki səhv elədik. Kilobayt Hı. yazmışıq, burada cavabı kilobayt aldıq. Aldığımız cavab əslində 16.000 megabayt yox. Biz burada diqqətlə baxmadıq. Burada megabayt yazıb. Biz burada kilobayt dedik axı. 213-ə böldük. Burada da megabayt yazıb. Ona görə kilobayt elədi. Bax bu kilobayt əslində. Burada biz orada yanlışlıq elədik ki, burada diqqətli olmadıq. Megabayt da kilobayt kimi oxuduq. Ona görə. Hə, 16.000-i də götürüb də bölsəz elə yenə eyni rəqam alırsınız. Megabaytdan da bitə keçəndə 8'e bölürük. Nəsə bitməlisin. Bax 16.000 kilobaytı da 16.000 kilobaytı megabaytı keçməkdən ötürü 1024-ə bölərsiniz. Elə 1024-ə böləndə də alınır 125. Yenə eyni cavab alınır. Yenə 125 alınır. Düzdür 125. Yəni biz hesabladığımız qayda ilə də elə alınır. Amma biz burada megaya diqqət eləməliyik. Kilobayt deyil, megabayt. Ona görə variantı seçə bilməliyik. Aydın değil mi sualımız? Bir de zahmet deyim. Deməli, hansı qaydada hesabladıq? 1 saniyədə 25 kadr ümumi video informasiyası 40 saniyə davam etmişdi. 1 saniyədə 25 kadr göstərilirdi və bu göstərilən kadrlar 40 saniyə davam edirdi. Bir kadrında informasiya həcmi nəyə bərabər idi müəllimlər? 16 kilobayta bərabər idi. Biz bir dənə kadrı, yəni bir dənə qrafik təsvirin həcmini tapdıq. 16 kilobayt. Sonra tapdığımız ümumi həcmləri hamısını bir-birinə vururuq. Niyə? Çünki 25 saniyə, 40 saniyə davam eləyir. 1 saniyədə 25 kadr nümayiş olunduğuna görə ümumi həcmlərin hamısını bir-birinə vururuq və 210-a böləndə və yaxud da ki, 210-a təzədən bölməyin, elə birbaşa 220-yə bölüb də megabitlə tapa bilərsiniz. Məmlə, rəng dərinliyi deyəndə nə başa düşürük? Rəng dərinliyi deyəndə, Həcm. bəli, bir pikselin yaddaşda tutduğu həcm. Piksel hansı qrafikaya aiddir? Bəli, raster qrafikaya aiddir. Raster qrafik, Kapitala, bəli, kapitala yox. bəli, bir dənə nöqtənin də yaddaşda tutduğu sahə adlanır nə? Bir nöqtənin, daha doğrusu yaddaşda tutduğu rəng miqdarına deyilirdi rəng dərinliyi. Rəngləri. Bəli. 200-dür. 12-ci sualımız müəllimlər. Bir dəqiqə mən ekranda paylaşım. 12-ci sualımızda deyir ki, maddi modelə aid deyil. Müəllimlər, maddi model hansı modellər idi? 12-ci sualda soruşulur. Maddi model əllə toxunaraq. Müəllimə, əllə toxunulan, gözlə görülən. Bəli. Yəni onların fiziki, ümumi fiziki quruluşu olmalıdır. Hansı modelin ki fiziki quruluşu var? Bu maddi model. Bəli, məsələn, qlobusdur, oyuncaq maşın maketidir. Müəllimə, ekranda görünmür hansı sual. Bilirəm mən. İnsanın Hansı ki, maketi. müəllimə?
belə deyək də, hansından ki, belə ətraflı informasiya ala biliriksə, buna informasiya modeli deyirik. Hansında ki, məsələn, Globusla xəritənin fərqi. Globus maddi modeldir, xəritə isə informasiya modelidir. Bəli. Bəli. Bəs müəllimlər, model zamana görə dəyişirsə, bu nə adlanır? Model zamana görə dəyişir. Statik model, bir de dinamik model var. Zamana göre değişen dinamik modelde Dinamik değişmez. model zaman amilini nəzərə alır, statik isə almır. Bəli, statistik modeldə zaman amili heç vaxt nəzərə alınır. Bəli. Baxaq növbəti sual. Bu sualımızda bizə deyir ki, verilmiş çəki matrisinə əsasən tillərin sayını müəyyən edin. Tillərin sayını necə müəyyən edək? Baxın, burada ümumi qrafikamı olan nömrələr, hansı ki, bax, A-dan B-yə, B-dən A-ya, hamısı nömrələrin düzdür. O nömrələri sayarıq. Baxın, 2 dənə 5 var, düzdür. 2 dənə 1 var, 4 elədirmi? Onların hamısını sayarıq müəllimlər, neçə dənədirsə. Və toplayaraq, onu görə lütfən paylaşmaq istəmirəm yazmağa görə. Toplu tek bölmək lazımdır müəllimə ilə. Bəli, hə, toplayaraq. Elə bil ki, belə deyim, hər iki tərəfdə olan və yaxud da hər bir tili, verilmiş tili toplayaraq neçə dənə til verilibsə. Baxın, 2 dənə 5 var, 2 dənə 1-dir, 3-dən də 2 dənədir, 6-dan da 2 dənə, 8-dən də 2 dənə, 7-dir, 4-dür, 2-dir, hamısı 2-2-dir. Bunların hamısını toplayana müəllimlər neçə alınır? 16. 16'nı da yarı bölerik. Çünkü burada tam Ya da simmetri. müəllimə onu diagonal üzrə bölüb bir tərəfdə bilməyəbilirim. Bəli, diagonal üzrə də bölüb hər ikisini bir-birində hesablaya bilərik. Çok yazılım sualdır. Burada təpə sayını tapmışam. Sonra birlərin sayını tapıb təpə sayından çıxıram. Görürəm alınmır. O aklım 8 götürdüm, sonra gördüm ki 8 çıxır. Axırda bildim səhvini. Bəli. Yəni ki, hər birini toplayırıq, ümumi tillərin sayırıq, neçə dənə til var, yarıya bölürük. 2-yə bölürük. Tillərin sayını Müəllimə, axşamınız Nazlı Hanımın zəhmət olmasa yazılarınızdan mən biraz bunda çətinlik. Yaxşı, bu saat ekranda yazaq bax. amma dilləşdirmədə o qonşusunu tapmaq çox çətindir. Bəli, 3-cü sınavımızda var olur. Artıq bir balaca mürəkkəbləri var. Hələ ki, 2-ci sınavımızda istəmədim ki, o qədər çətinlərindən hələ ki istifadə eləməyək. Çətin deyil müəllimlər, yenə də gözümüzü qorxuzmayaq. Həqiqətən çətin deyirlər. Sadəcə nə tələb eləyir bizdən suallar? Bir balaca diqqət tələb eləyir. Məsələn, bəli, bu qədər gəlmişik də, öyrənmişik bu qədər. Yəni, bir balaca da səbirlə diqqətli olaq, suallara çalışaq daha dərindən diqqət yetirək, baxaq. Belə sınaqlar yaxşıdır ki, harada zəif nöqtə varsa artıq təyin edirik və gedib yenidən baxıb oxuma şansımız var. Biri var onu imtihanda görək, mən bu hissəni bilmirəmmiş. Bir də var ki, sınaqlar həll eləyəndə artıq bizə tam aydın olur ki, mən hansı hissədə boşluq var, o boşluqları düzəldir. İnşallah bu ay yəqin Artinin də sınavı var, bunda daha dəqiq bilərik. Hə, çox yaxşı olur Artin sınavı. Artin sınavı da çox qəşəng olur. Bir də müəllimlər, hələ ki bu sınaqları yazaq, növbəti dərslərdə, belə deyim, sınaqlarımızı çalışacağım. Demin bir də ki, keçən ilki MİQ-də düşən informatika suallarından istifadə edəyək. Keçən ilki MİQ deyilər, dəhşət oldu. Yox, müəllim, heç bir çətinliyi yox idi. Heç həqiqətən. Çətin deyildi. Sadəcə nə idi? Əzbərdən kənar idi. Kim ki tam mövzunu oxuyub, tam mənimsəyib, başa düşmüşdüsə,
Hə, onlara rahat idi yazmaq. Yox, kim yəni əzbərçi öyrənmiş. Çok oldu bakın elime geçen el ele işin hepsini olmadı. Niyə ki? 92 balacan yoldu da. Ondan artıq olmadı işləyən. Bilmem. Bir nəfər, iki nəfər, məsələn 80 balı harca 70-ə yaxın müəllim keçmişdi. Yəni pis deyil. Yəni bütün yerlərdə tutuldu, vakant yerlər tutuldu artıqlaması ilə. Yəni boşda yerdə qalmadı, əksinə boşda müəllimlər qaldı. 50 bolla düştüler. Tanıdığım müəllimlər var şəhər məktəblərinin. Ay, aşağı idi, hə, məktəbin aşağı. Siz ekran paylaşılsın. Bu ikincisini almışsın. Bir dəqiqə birincini paylaşım. Bu internetle əlaqəli bizdə attı bizi. Gördük, götürdük. Baxın nəmrə. Burada yarı bölürük yazdığımızı. Baxın burada neçə dənədirsə, baxın bu simmetri, diagonal bunu deyir müəllimə. Baxın diagonal formasında bölürük. Görünür müəllimlər, ekranda görüntüdə, səsdə problem varsa zəhmət olmasa deyil. Belə bölürük. Baxın buradan sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Baxın burada 8 dənədir. Yazıram 8 üstə gələk. Burada da yenə sayıram. 1, 2, 3, 4, 5. Yəni imtahanda oturub da bunu çəkmək istəsəniz, belə bu qaydada qrafla falan belə çəkmək istəsəniz, təpələrlə falan, inanınız ki, imtahanın yarım vaxtını bu alır. Ona görə çəkməyə ehtiyac yoxdur. Bu qaydanızı, taktikanı yadda saxlayın ki, vaxtımız itməsin. Deməli, 8, üstə gələk 8. Bunu bölürük 2-yə. Niyə 2-yə bölürük? Çünki hər iki tərəfdə simmetriya var axı. Yəni bir sözlə, belə deyim, buradakı təpələri bir dənə təpəni gətirib burada 2 dəfə yazdılar. Niyə? Çünki matrisin, çəki matrisinin düzgün, belə deyim, forması alınsın deyə. Mən orada müəllim üzr istəyirəm, rəqəmlər topludur. Demək ona görə alamıram. Sən də məhələsindən bir dənə götürdük. Hə, bəli, o rəqəmlər onların ümumi belə deyim, ölçüsüdür. Amma bizdə tillərin soruşur, sayını soruşur. Bizdə demir ki, Müəllimə, ona bir söz deyim. bəli. Buradakı müəllimə rəqəmləri toplayıbda, misal üçün eyni rəqəmləri 5 ilə 5-i, sonra 1 ilə 1-i, 2 ilə 2-ni də toplayıb bölmək olar da, eləmi? Bəli. Nə tək ki, müəllim? Dilber müəllim, onda cavab düz gəlmir axı. Yox, Mən elə topladım, böldüm, cavabı düz vermədi. o bizə demir ki, tillərin uzunluğunu tapın. O bizə deyir, tillərin sayını tapın. Uzunluğunu istəmir. Sayının içində til var. Ben de burada bir biçim bir istiqamətli değil de yani A'dan B'ye de var, B'den A'ya da var. Ona göre bir tane sayır. Bəli. Yani müəllim ola bilsin onu başa düşmədi. Səbəb odur ki, ona göre bir sayır. Yəni, belə deyim də, bu formada məsəl üçün, baxın, belə bir qraf formasında, məsəl üçün deyirəm, tam dəqiq çəkməyəm. Baxın, bu formaya çevirəndə, yəni hərəsində bir dənədir ki, onu demək istəyir. Bax, bir dənə. Baxın, bax, bir dənə budur, bir dənə budur, məsəl üçün, ya bunda bir dənə budur, baxın, bir dənə. Yəni, hərəsində bir ədəd. Təsvir düz alınsın Yok, değil mi? 2 tane 5 o demekti ki yani A'dan da B'ye var, B'den de A'ya var. Oraya 2 tane 5 ona göre yazdık. Ama biz onu tiri bir tane sayalım. Yəni, çünki şəkilə çevirəndə, baxın, şəkil matrisinə çevirəndə. Biz Yəni, belə deyim, üzr istəyirəm, qrafa çevirəndə, bu qrafdır.
Qrafa çevirəndə daha aydın görsənir. Əslində bu təsvirdir bu. Amma matrisi ona çevirənə görə belə yazıblar ki, A-dan B-yə, baxın burada A-dır, məsəl üçün deyək, bu B. Baxın, burada A-dan B-yə, B-dən də A-ya yol var. Onu demək istəyirlər. Baxın, A-dan B-yə yol var, B-dən də A-ya. Baxın, oxla çəkək. Baxın, yol var hər ikisinə də. A-dan B-yə, baxın, istiqamətləndir. A-dan B-yə də yol var, B-dən A-ya da yol var. Ona görə baxın, bu A-dan B-yə gedən yol, baxın, budur. B-dən də A-ya bu yoldur. Tabii Aydındır? biz adətən bir təpədən digər təpəyə gedəndə bir sayırıq yolları. Bəli. Burada iki istiqamət. Bəli. Amma əslində hərəsində bir dənə yoldur. Sadəcə olaraq matrisin yazılma qaydası budur. Matrisin yazılma qaydasına görə iki dənə göstərdi. Ona görə onu ikiyə böldük, yarıya böldük. Yarıya bölmemizin səbəbi də budur. Müəllimlər, çox qəşəng suallar var. Üçüncü sınavımızda hardasa 3 sualımız var. Hər biri də düşündürücü, hesablamalı olan sırf modelləşdirmə mövzusundandır. Bir də müəllimlər, oradakı sualların əksəriyyəti 11-ci sinifdə olan misallardan götürülübdür. Yəni ona görə 3-cü misalımızda çox diqqətli olun. Özüm indi atmadım bugün qrupda ki, çünki fikirləşdim ki, 2 ilə 3-ü tam 1 ilə 2-ni hələ tam müzakirəsini bitirməmişik. Əsəl müəllimlərimizdə baxdım qrupda da yazdıqlarımızı oxudum. Əsəl müəllimlərimiz tam başa düşməmişdi. Ona görə fikirləşdim ki, 3-cünü də işləsək, hamısı qarşılaşa bir-birinə. Ona görə hamısını tam izahını verək ki, sonra keçək növbətlərə. Keçək növbəti sualımız. Elə çox izah yoxdur. Ona görə mən ekran paylaşımını dayandırıram. Baxın mənlər. Home'dur, End'dir, Page down'dur, Page up'dır. Bunlar hansı proqramlardır? Kursorun idarə olunması klavişləri. Bunları mənlər yazın dəftərin, yadda saxlayın. Əzbərlənəsidir. Sadəcə əzbərlənəsidir. Elə bir məntiq düşünün. Mən idarə etmə düyməsində funksional ola bilməz. Funksional F1-dən F12-yə qədərdir. Xidməti klavişlər ola bilməz. Hərf rəqəm ola bilməz. Yardımcı rəqəm klaviaturasında buxalterlər istifadə edilir. O da ola bilməz. Müəllimlər, baxın, bu sualımızda gəlin biraz kurikuluma qaydaq. Baxın, bu sualımızda kurikulumdan tutalım ki, bizə bu sualı veribdir. Deyir ki, siz müəllim şagirdə bu sualı həll eləyir. Həll elətdirir. Şagird bu sualı həll edəndə hansı biliyindən istifadə edir? Biliyin hansı növündən istifadə edir? Fakta o şəkildə olur. Bəli. Yəni, ümumi desək, Deklarativ. bəli, deklarativ, əzbərə əsaslanır. Sadəcə əzbərə. Bəs müəllimlər, bayaqki misalı desək, baxın, bəli. Bəs neçənci misaldır? Bu 94 yazmışım. 15-ci misalın həllində necə? Matrisi həll elədik. Baxın, bizim matrisi həll etməmiz hansı bilikdir? Prosedural. Prosedural bilik, müəllimə. Bəli, proseduraldır. Çünki burada öyrəndiklərimizi neynədik? Artıq Bəs tətbiq nədir müəllimə? Bu tətbiq nəyin növüdür? Təfəkkür? məntiqi təfəkkürdür, bəli. Baxın, məntiqi təfəkkürdə tətbiq var. Bir də təfəkkürün ən yüksəyi hansıdır müəllimlər? Yaradıcı. Yaradıcı, bəli, yaradıcı. Ən yüksək yaradıcıdır. Bu tətbiqdir. Məntiqi təfəkkürdə 15-ci sual tətbiqdir. Bu da xatırlamadır. 16-cı sualda xatırlamadır. Əzbərçidir də, yəni orada. Əzbərə deyilən bir şeylərdir. Bəli, əzbərə deyilən bir şeylərdir. Bunlar düşəcək bizə müəllimlər. %100 bunlardan bizə sual düşəcək. Sonra 20-ci cəddi. Proqramlar gedək, Bəli. görəsən. O da kitabda vardı, ondan da düşən. Hansı müəllim? Sketch proqramı. Müəllimlər, SketchUp proqramından 3-cü sınavınızda var.
İndi dərsimiz bitsin, dərsdən sonra atacağım sınavı. İstədim bayaq göndərim, sonra fikirləşdim ki, hələ bunların tam izahına baxaq, sonra qarşılıq yaramaz. Ona görə sağlıq olsunuz. Atacağım, sabahlıq qoysa, axşama qədər həll eləyərsiniz, mütləq nəticələr məndən Ola bizim paylaşarsınız. müəllim niyə soruşdu? Elə bir ki, mən də eşitmişdim hardasa ki, SketchUp imtahana düşməyəcək. O deyəsən bu belə deyək, abituriyentlərə düşməyəcək, Ab- amma müəllimlərə düşəcək. Mən Müəllimə- bildiyimə görə. Müəllimə, belə deyim, bax, keçən il, bax, çərçivə sənədində var. Nazirlik verib bizə mövzunu. Deyir ki, bu mövzu var. Kitabın adı var. Bəli, var. Amma ki, belə deyim, MİQ-də də eynidir də, bilirsiniz, çərçivə sənədi hər ikisində eynidir. Sertifikasiya eynidir. Şərtlər sənədi baxmışam. Baxın müəllimə, keçən il MİQ-də mən özüm hər il belə deyim, iştirak edirəm. Ona görə ki, suallarla tanış olum. YouTube kanalında da paylaşmışam sualları. Bütün suallar var məndə hamısı. İzahlarını da paylaşmışam. Baxa bilərsiniz YouTube kanalından. Orada bir nətərdir müəllimə. Keçən il Google SketchUp yox idi, düşməmişdi keçən il. Amma ondan əvvəlki il var idi. Bizə şəbəkələrdən də düşmür. Şəbəkə də yox idi. Amma ondan əvvəlki il var idi. Yəni buna heç kim zəmanət vermir ki, bu il düşəcək ya gələn düşə bilər, düşməyə bilər. Bunu heç kim deyə bilməz. Ona görə də bizim borcumuz, vəzifəmiz öyrənməkdir. Biz onu soru-sual eləyə bilmərik. O, onların artıq işidir. Bizim işimiz öyrənməkdir. Baxaq, deyir, mətn informasiyasını kompüterə daxil edən giriş qurğusu hansıdır? Klaviatura. Bəli. Burada mənlə trackball nədir? O da giriş qrupusudur. Trackball. Bir şey olmur. Neyse növədir. Sistanın növüdür. Sıçan. Sistan qurğusunun növüdür. Bəs touchpad nədir? Joystick, o da giriş qurğusudur. O kompüter oyunlarında desin istifadə olunur. Bəli. Sistem blokudur. Daxilində yerləşir. Emal qurğumuz. Monitor da yenə çıxış qurğusudur. Klaviatura daxil etməz, sıçan idarə etməz. Skaner də periferiya qurğusudur. O da daxil etmə qurğusudur. Müəllimə, yaxşı dediniz. Periferiya qurğularını həmişə mən çaşdırıram. Kompüterin hissələri kimi götürürük periferiya qurğularını, yoxsa Əlbəttə ki, əlavə hissələri kimi götürürük? müəllimlər, kompüterin belə deyim, özündə istifadə Təməl qurumlarında. yox. Əməl qurğuları. Kompüterin Əlavə hissəsi. Bəli, kompüterin hissələri deyiləndə başa düşdür müəllimə. Yəni o hissələr olmasa kompüter işləyə bilməz. Amma skaner olmasa kompüter işləyə bilər. Ona görə əlavə qurğudur. Kompüterin hissələri deyil. Əlavə qurğudur. Bəli, müəllimlər də deyil, əlavə qurğudur. Yəni bir sözlə müəllimə, kompüterin hissələri odur ki, həmin qurğular olmasa kompüter işləyə bilməz. Axı ekran olmasa mən kompüterlə tez istifadə edə bilərəm. Düzdür müəllimə? Klaviatura da olmasa, sıçan qurğusu olmasa və yaxud da sıçan qurğusunu nə edir müasir kompüterlər? Touchpad və yaxud da touchpad olmasa, klaviatura olmasa işləyə bilməz kompüter. Amma skanersiz işləyər. Ondan sonra digər bütün qurğular olmasa kompüter işləyə bilər. Gələk əməliyyat sistemlərinə. Baxaq müəllimlər. Əməliyyat sistemləri dedik, hansı əməliyyat sistemlərini tanıyırıq? Windows, iOS, Linux. Bəli, yəni ki, Burada Solaris əməliyyat sistemidir. necə? Ubuntu Solaris. Bəli, Solaris əməliyyat sistemi. müəllimə film 300, 400, 600, Bəli, müəllim. PowerPoint-la Windows birdəki nəyi çıxmışam burada? müəllimə 1, 3, 4, 6, 9. Bəli, onsuz dolar çıxanda tam cavabı göstərir. Bəli. Bəli. Yəni bu da müəllimlər. Baxın, əzbərə öyrənilməsi şeylərdir. Yəni başqa elə çətinlik yoxdur. İndi deyək ki, fayllar haqqında doğru olanları seçin. Baxın müəllimlər, fayllar haqqında doğru olanları seçin deyəndə bu biliyin hansı növüdür? Doğrunu, yanlışı seçin. Necə? Yenə faktoloji. Dəqiq faktoloji bilik. Xatırlamaq. Müəllimlər, baxın, doğru yanlışı seçin, müqayisə edin, oxşar və fərqli cəhətlərini göstərin.
Bunlar nə hansıydı? Müqayisə var idisə. Bu hansıydı müəllimlər? Müqayisə. Doğru olanlar deyil, yəni müqayisə edirik. Necə? Konseptual. Bəli. Bu konseptual biliyə əsaslanır. Bax, bu sual sırf konseptual biliyə əsaslanır. Baxın, burada şagird nə prosedural kimi öyrəndiyini icra etmir. Nəsə, yəni belə deyim, nədir prosedural? Həll edə bilir. Bir də var, həll etmənin yollarını bilir. Yolunu bilmək və həll etmək. Bunlar hər ikisi proseduraldır. Burada məsələ nəsə həll eləmir ki, və yaxud da həllini göstərmir ki, sadəcə öyrəndiklərini tətbiq eləyərək doğru cavabı, yəni buradan doğru cavabı nə vaxt çıxara bilər? Öyrəndiklərindən. Bəli. Öğrendiklerini hansını bilirse. Yox, öyrəndiklərindən nəticə çıxardır burada. Doğru və yanlış. Yəni burada nə var? Müqayisə var. Müqayisə ilə görək ki, doğru ya səhvdir. Bir sözlə. Müqayisə açar söz. Müqayisə varsa bu konseptual biliyə aiddir. Failin ölçüsü onda saxlanılan informasiyanın həcmini bildirir. Bəli, failin ölçüsü deyil, düz deyir də. Failin ölçüsü orada saxlanılan informasiyanın həcmini bildirir. Düzdürmü? Sonra bitdi. Hə. PPT bu olabilir. Sistem faillarının genişlənməsi hansı idi? Hansı idi sistem failları? Kon idi, com idi. Bax, bunlar hamısı nəyə aid idi? Fly idi. Bu adda fikir verirsiniz, fail yarada bilmirik. Niyə yarada bilmirik? Çünki bu sırf sistem faillarıdır. Ona görə bu adda failları yarada bilmirik. Müəllimə 1, 3, 5, 6. Faillər qovluqlarda saxlanılır. Bəli, faillər qovluqda saxlanılır. Amma qovluq faildə saxlanıla bilməz. Müəllimlər, buna oxşar bir sual bu il fən müsabiqəsi keçirildi informatikadan. Fən olimpiyadasını demirəm. Olimpiyada sırf Pythonda proqram qurmaya aiddir. Pythonda və C++da. Bu il fən müsabiqəsi keçirilmişdi olimpiyadadan. İkinci tura uşaqlarımız keçmişdi. Onlarda eynən bu sual oxşar sual yazmışdılar. Yəni aslında çox asanlıydı, həqiqətən. Yəni o sualları atacağım qrupa tanış olarsınız müəllimlər. Yəni müsabiqə olaraq, yəni özdə final tura həddindən artıq asan. Siz təsəvvür eləyin. Orada uşaqdan üçbucağı soruşmur uploadadan. Nə soruşur? Deyir, sınıq xətti çək. Düzbucaqlının yarısı kimi sınıq xətti çəkmək üçün nədən istifadə olunur? Sonra uploadadan qələmin rəngini soruşur nə üçün? Görün, yəni çox sadə bir şeylər düşmüşdü də, yəni. O dərəcədə sadə gözləmirdik. Birinci tur ondan çətin idi suallar. Deməli, burada birinci, üçüncü fikir düzdür, faillər qovluqlarda saxlanılır. Beşinci isə hər bir fail yaradılarkən onun tarixi, zamanı və sistemdə failin parametrləri. 5, 6. Bəli, xüsusiyyətlər hissəsindən baxa bilərik. Bəli, qovluqda yaradılan əməliyyat sistemi onun yaranma tarixi və zamanının qeydiyyata alır. Bəli, əməliyyat sistemi bəli, qeydiyyata alır. Baxın, belə bir sual düşə bilər ki, qovluqda yaradılan belə deyim, failin ölçüsünü necə, hansı vasitə ilə qeydiyyata alırıq? Ya biz özümüz mü yaddaşa veririk? Bax, belə bir tip sual var idi bir lisemlikdə. Yəni, bu işi nə görür? Yaddaşda saxlama işini hər hansı bir faili yükləyəndə. Əməliyyat sistemi. Əməliyyat sistemi yerinə yetirir. Yəni, biz özümüz yadda saxlayanda görürsünüz, orada qeyd eləmirik ki, mən qovluğu bu tarixdə yaratdım. Qovluğun yaranma tarixi qeyd olunur. Onu biz yazmırıq. Onu əməliyyat sistemi bizim yerimizə görür. 86-da. Burada ədəbiyyat qovluğunun yerləşdiyi qovluğu qeyd edin. Baxaq, ədəbiyyat qovluğu hansı hissədə yerləşir? Şəkil böyüdür. Yalan dedim müəllimə. Mən bunu yazamamışdım. Sənədlərdir müəllimə. Mən B variantını qoymuşdum. Baxın, ədəbiyyat qovluğu. Ədəbiyyat hardadır İlqar müəllim? Baxın, budur. Ədəbiyyat budur. Bax, bu hissədə. Görsün ədəbiyyat yazısını. Bu ədəbiyyat qovluğu da... Nəsə qarışıq demək qəribə gəldi. Düzün sözü ona görə dedim ki, yox. Yox, İlqar müəllim, çox asandır. Həddindən artıq Aşağıda asandır. ifadə getsə, ədəbiyyatdan sənədlərə doğru getsə. Düz xətti izləyin. Baxın müəllim, düz xətti izləyəndə, baxın, burada ədəbiyyat qovluğu var. Siyahı failinin yanında. Ədəbiyyat qovluğu. Yazını görürsünüz müəllim? Ədəbiyyat yazısını.
Siyahı faylı ədəbiyyat, sənətlər. Bəli, ədəbiyyat görün hardan xətlə gəlib. Sənətlərin içərisindən gəlir də xətlə. Baxın xəttə. Yuxarıdan gəlir, yuxarıdan. Baxın, müəllim, sənədlərin içərisindən xətt çəkiblər bir dənə. Xətti görürsünüz? Bəli, bəli, müəllim. Hə, yəni ki, onu göstərir ki, bu sənədlərin içərisindən çıxarılır. Sənədlərin içərisində yerləşir, onu bildirir. Bizə də Yəni sorsun. sənədlər qovluğun içərisində bir ədəbiyyat qovluğu var. Onun da içərisində siyahı TXT faylı var. Bəli. Mən bunu belə demişdim. Alt qovluq da o sənədlərlə. Bəli, bəli, alt qovluq, bəli. Əsas qovluq hansıdır? Təhsildir. O qalanlar da təhsilin alt qovluqları. Əsas qovluq təhsildir. Aydındır, İlqar müəllim, başa düşə bilir bu hissəni? Bəli, bəli, müəlliməm. Hə, sualınız yoxsa keçək növbəti. Xeyr, xeyr, müəllim. Bu misalda müəllim, keçən dərsdə baxmışdıq. Bu misalda kimin çətinliyi var? Burada bizə deyir ki, 20 dənə səhifəmiz var. Bu 20 dənə səhifə aşağıda baxın. Bir səhifəyə, bir üzrə də bir səhifəyə üzrə 4 dənə səhifə yerləşdirmək mümkündür. 20-ni 4-ə vurub, belə bölüb 3-ə vururuq da. 5, 3-ə 15. Bəli, 20-ni 4-ə bölürük və alınan cavabı 3-ə vururuq. Niyə? Çünki 3 Amma- dənə kopyadır. Amma cavab müəllimi 15 götürmə də cavab belədir. A variantını Hə, götürdüm. bunu dəyişdim mən. Bunu elə bir sualda səhvlik var idi, sürüşmüşdü bir sual. Variant sürüşmüşdü. Onu düzəltdim. Variantı düzəltdim. Davam edək.
Davam edək müəllimlər. Üzrlü saniyə gözlətdim. Müəllimlər, misalı 48 müəllim həll edibdi, amma nəticələr çox zəifdir. Yəni bu misalda nəticələr həddindən artıq zəifdir. Yəni baxın, məsələn, cavab yazılıbdır 25-dən 10 sual, 26 belə, 25. Yəni çox zəifdir nəticələr. Yəni biraz çox çalışın misalların üzərində. Yəni bir dəfə həll elədim, bitdi, yox. Təzədən bir də qaydın. Misallara bir də baxın diqqətlə. Əsasda Python misallarını. Burada deyir ki, 2 dəqiqə bu əvvələ qayıtdı. Üzrsən çünki yoxladım deyə əvvələ qayıtdı. Bunlara baxdıq. Çünki çox əksəriyyətimiz zəif yazmışıq. Baxaq Excel sualını. Excel sualı da çox sadə sualdır. Üçüncü misalımızda bir balaca mürəkkəblərdən istifadə edilir. Dəqiqmir. Orada şurada qalır. Kökün mütləq ünvandır. Bəli, oradadır. Bəli. Burada deyir C1 xanasındakı düstur C3 xanasına. C1 xanasındakı düsturu köçürük hansı xanaya? C3 xanasına. Deyir C3 xanasının. Baxın müəllimlər, burada bizdə diqqətli olaq nədə? Xanada düsturu soruşmur. Bizdə xananın qiymətini soruşur. Və çaşdırıcı sualdır. Xananın qiymətini soruşur. Təbii ki, xananın da qiymətləri yerinə qoyub hesablayırsınız. Qarşısında işarə varsa dəyişmir. Bir xanada digər xanaya keçəndə işarə varsa dəyişir. Elektron lövhədə izah edək bunu bir dəqiqə. Bəli. Buna yox keçir. Yoxsa? 9 eləmir müəllim bu. Bəli. İzaha ehtiyac var müəllimlər. Lövhədə izah edək. Yox, ehtiyac yox. Hər biriniz başa düşdük müəllimlər. Kimsə çəkini çəkir. Əgər çəkini çəkiriksə, keçək lövhədə həll edək. Bunu keçək növbətiyə. Müəllimlər, bunu yekunlaşdırmışdıq. Birinci testdə qalmışdı, 5-6 dənə belə onu. Bəli, bunların sonucunda baxaq kimin nə çətinliyi var? Hə, keçək bəli, birinci testdə. Birinci sınağa baxaq, yanatımız o da. Müəllimlər, burada başqa kiminsə hansısa çətinliyi var mı bu misallarda? Bunu mən səhv yazmışdım. Kimin hansı sualda çətinliyiz varsa, zəhmət olmasa deyin. Mütləq izah edək, qalmasın suallarını. Baxaq. Üçüncü sınavda müəllimlər, çalışın çox səhv eləməyin. Vaxtı düzgün bölün. Vaxt timerdə yerləşdirəcəm. Tam qaydasında həll eləyin. Ən azı çalışaq ki, sınavlarda düzümüz heç olmasa 35 olsun ki, biz arxayın olaq ki, hə, imtahanda biz 35-dən hardasa 35 yazdıqsa, orada 35-40 arası yazacağıq imtahanda. Yəni, arxayın düşünək, deməyək ki, suallar çətindir, qaçaq suallardan və yaxud da imtahanda asan düşər deyib, keçək üstündən sualların izahına baxmayaq. Aşağı yuxarı bu səbəb. Nə qədər vaxt olması müəllimə? 2 saat yarım imtahanı verilən vaxt. Siz vaxt veriləndə istər-istəməz daha məsuliyyətlə yanaşırıq da. Deyirik ki, özümüzü imtahandakı kimi hiss edirik və özümüzü hazırlayırıq imtahanı. Çünki orada vaxt məhdudiyyəti var. Bizdə də informatikada belədir də, ən çox da Python. Vaxt aparan suallar bilirsiniz, while'lar falan çox vaxt aparır. Bir kəlmə bir söz deyim ona. Bəli.
misal üçün mən işdəyəm, fərq eləyir. Bəli. Yəni mən baxmıramsa, mən gəlib axşam baxa bilərəm ona. Yəni vaxt nəzərən deyirəm. Yəni deyirsiniz 2 Baxa saat yarım. bilirsiniz. Yox, İlqar müəllim, baxa bilərsiniz. Əlbəttə ki, vaxt təzədən başlayır onda. Amma çalışın ki, elə bir vaxt ayırın ki, yəni onun hamısını həll edib bitirin həmin müddətə. Yəni yenidən başlaya bilərsiniz. Məsələn, vaxt bitdi, yenidən daxil olursunuz, yenidən yazırsınız. Yəni məhdudiyyət yoxdur. Yəni bir neçə dəfə yaza bilərsiniz misal. Amma o vaxt o deyil də, artıq imtahandakı kimi alınmır axı. İndi müəllimə, misal üçün mən gəldim, mən 8-dən 8-ə işləyirəm də. O nöqteyi nəzərdən deyirəm ki, yəni mən günorta onu, orada müəllimlər otağında da, müəllimlərin içində biraz yaxşı deyil, siniflərdə də uşaq olur. Ona görə deyirəm ki, yəni mən gəlim onu başqa bir vaxt işləyim də o nöqteyi nəzərdən. Yaza bilərsiniz. Sizə nə vaxt uyğunsa yaza bilərsiniz. Dönüb təzədən həll edə bilərsiniz. Bəli. Baxaq. Deyir ki, hazırlanmış verilənlər bazasına əsasən hansı nömrəli yazılar aşağıdakı sorğuya cavab verir? Baxın, miqdar nə deməkdir? Bir miqdar, yəni haradakı miqdar yazır. 15'e bərabər olsun, bir də böyük olsun. Baxın, miqdar buradadır. Miqdar necə olmalıdır? 15'ten böyük bərabər. Bəli, 15-dən böyük bərabər olmalıdır. Qiyməti isə 15-dən bərabər. Baxın, məmlə, bunu da götürürük. Böyük budur. olmalıdır. Bir də bərabər və böyük. Deməli, hansı nömrələr götürürük müəllimlər? Baxın, 1, 2, sonra 5, 6. Deməli, 1, 2, 5, 6 nömrələri götürdük. O nə deməkdir? O toplama demək. Toplayırıq. Yəni, toplama müəllimlər, yəni ki, belə deyim, birləşdirmək. Çoxluqların birləşməsidir. Bir növ birləşmə, eyni birləşmə kimidir. Qiymət də deyir, 1500-dən böyük olsun. Baxın, qiymət 1500-dən böyük olanlar. Budur, 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 budur. Yəni, biz bundan savayı. Hamısını götürürük. 1-dən 5-əcən. 1, 2, 3, 4, 5. Bunların hamısını götürürük. Deməli, burada mötərizənin içərisində nə alınır? 1, 2. Yəni, oradan da hamısını götürürük. Sonra 3, 4, 5 və 6. Bunu aldıq. Bu qiymətləri aldıq. Burada isə ənddir. Yəni, kəsişmə. Çoxluqların kəsişməsi. Ənd vurma, indi kəsişmə demək. Not deyir. Not nədir məmlə? İstehsal edən şirkət Apple olan, not dediyinə görə istehsal edən şirkət Apple olan yox, olmayanlar götürəcək. İnkar edir. Baxın, yəni istehsal şirkət Apple olanlardan başqa hamısını götürür. Not ver baxı qabağında. Apple olanlar getdi, götürmürük. Deməli, 1, 2, 3, bir də 6-nı götürürük. 4, 5 uyğun gəlmir. 1, 2, 3, bir də 6. 1, 2, 3, bir də 6. Bunları götürürük. Bunlar kəsişməsi olduğuna görə hər ikisinin ortağını götürürük. 1, 2, baxın ortaq olanlar. 3 və 6. Bunlar. 1, 2, 3 və 6. Devam. Çok sağ olun. Sağ olun. Tam aydın da verdim. Tabii, tamam. Evet. Geçelim. Müəllimə, orada not olmasaydı, deməli onda burada 1, 2, 3, Təkcə- 5 olardı, değil mi? Xeyr, mən təkcə Apple-ları götürərdik. 2 dənə götürərdik. Ben bildim. Bəli, təkcə Apple götürərdik. Bir də bilirsiniz müəllimə, bundan mənim dönərlərdə başqa da testdə qalmasın. İşte deməli, birinci də həmişəki kimi əməllər sırasıyla olunur da. İndi bu da prosto mötərizənin içində or var idi, deyən topladıq. Amma tutaq ki, mötərizəsiz olsa birinci and vurmanı eləyib, sonra toplamalar eləmək lazımdır da. Əlbəttə ki, bəli, bəli. Baxın, birinci harada inkar gördünüz? Baxın, eynən riyazi məntiqdəki kimi. Birinci inversiya, inkar. Bu tip misallarda birinci qeyd edilir, inkar həll olunur. İkinci vurma, üçüncü də toplama. Çömən bu ardıcılıqla həll edilir. Mənlər, alqoritmlərdə. Tam başa düşdük, çətinliyimiz yoxdur alqoritmlərdə.
Alqoritmlə deyəndə bir dənə alqoritmimiz var idi. Mənim alqoritm elə bir dənə düşə bilər, yoxsa ki, artı ola bilər. Müəllim, 1-2 arası düşə bilər. Alqoritm Python'da yazsaz, hansı növ alqoritm yazarsınız? Şərtdir də bu, if elsin. Saklanan. Necə? Dövr var mı müəllimlər burada? Baxın, necə həll edilərsiniz? Bax, misal yazanda hansı qaydada yazsınız? Dövr var idi mi burada? Bəli, Bəli, dövr. bəli. Var, Bəli. var. Varsa, hə, onda while-la gelir. Bəli, dövrümüz var. Amma neçə dəfə dövr elədiyimiz belə baxanda bilmirik. Əgər baxanda dövr biliriksə, onda deməli foreign range. Yox, belə ki, misalda dövr bilinmirsə, biz özümüz onu təyin edirsə şərtə görə qiymətləri ala-ala. O artıq while. Baxaq, A-nın qiyməti 12, B-nin qiyməti isə 17. 17-dir. Bəli. Deyir ki, A ilə B-nin cəmi. A-ya 29. təzədən A ilə B-nin cəmini mənimsədirik. Bu da edir 29. Sonra yenə B-yə nəyi mənimsədirik? A ilə B-nin 29 cəmi. müəllimə. 29 üstə gələk. B-miz neçəydi mənimlər? 17. Baxın, fikir verirsiniz. Sonuncu qiymətini götürdüm A-ların. Buradakı A-nı götürmədim. Dəyişə-dəyişə getdi. Bəli, qiymətlər dəyişə-dəyişə getdi. Sonuncu qiymətini götürdük. 46. Deməli, A 29, B 46-dır. İndi deyirik, 29 kiçikdir mi 46-dan? Deyirik ki, hə. Hə dediyinə görə, baxın, bu qola gəlirik, dövr edirik. Bir dənə tələbə peçat olundu. Bəli, artıq bu bizim birinci çapımız. İkincidə baxırıq, A-nın üzərinə 2 əlavə ilə B-nin 2 vahid azalt. A-nın qiyməti, baxın məmlə, burada A-nın qiymətini 2 vahid artırdı. A-nın qiyməti artıq 31. Bir də olacaq 44. Bəli, B də artıq 44-dür. Bu qaydada yazır. Sonra buradan düşürük aşağı, yenə proqram bizi qaytarır while-ımıza. While yenə bizdən soruşur, deyir A kiçikdir mi B-dən? Həqiqətən də ikinci, artıq bu hər dəfə mənimlə dövrləri qeyd edilir. Bu ikinci dövrümüzdür. İkinci dövrümüzdə deyirik ki 31 kiçikdir 44. kiçikdir mi 44-dən? Deyirik ki, Bəli. hə dediyimizə görə, baxın, bizi qayıtdıq yenə çapa. Çap blokuna. Biz də çap bloku belə İkinci tələbəni çap elədik. Bəli, artıq ikinci tələbəni çapa getdik. Baxırıq, bu dəfə də yenə. Baxın, bu da bizim dövrümüzdür. Baxın, dövrümüzdür bu da. Dövrdə də hansı şey görürük? Yenə A olacaq 33. A-nın üzərinə 2 əlavə edirik. 33. B-nin indi 2 B olacaq 42. vahid azaldırıq. Bəli. 42. Yenidən dövrə qaydırıq. Baxın, burada artıq proqram bizi yenə qaytardı dövrə. Qayıtdıq dövrə. Üçüncü dəfə dövrə daxil oldu. Yenə deyirik ki, 33 kiçikdir 42-dən, hə. bəli, yenə şərtimiz ödəyir. Şərt ödədiyinə görə yenə gəlirik. Xətt bizi gətirir tələbə sözünə. Üçüncü dəfə yenə tələbə sözünü çap edirik. Yenə 33'ü 2 vahid artırırıq 35, 42'ni 2 vahid azaldırıq 40 alırıq. Və nəhayət dördüncü dəfə dövr edirik. Dördüncü dövrümüzdə də
Bizdən yenə soruşulur. 35 kiçikdir mi 40-dan? Yenə hə deyirik, şərtimiz ödəyir. Şərt ödədiyinə görə artıq 4-cü dəfə tələbə sözünü çap edirik. Yenə də 35-i 2 vahid artırırıq, 37. 40-ı da 2 vahid azaldırıq, yəni B-nin qiymətidir. Ona görə neçə alırıq? 38. Və gedirik, 5-ci dəfə artıq dövr edirik. Yenə soruşuruq, deyirik ki, 37 38-dən kiçikdirmi? Deyirik ki, hə, şərtimiz ödəyir. Yenə də şərt ödədiyinə görə nə edirik? A-nı 2 vahid artırır, 39. B-ni isə 2 vahid azaldırır. B-mizin də qiyməti artıq 36 olur. Və yenə tələbə sözünü 5-ci dəfə yazmalıyıq. 5-ci dəfə dövrə düşdüyümüzə görə şərt ödədi. Ona görə dövrə düşdük, tələbə sözünü çap elədik. 5-ci dəfə tələbəni çap eləyəndən sonra gəldik. A-nı 2 vahid artıq, B-ni də 2 vahid azaltdıq. A 39, B 36 aldı qiyməti. 6-cı dəfə dövrə daxil olur. Deyirik ki, 39 36-dan kiçikdirmi? Deyirik ki, yox. Artıq dövrdən çıxırıq. Və dövrdən çıxırıq, 6-cı dəfə dövr eləyəndən sonra, daha doğrusu 6-cı dəfə dövrə daxil ola bilmirik. Baxın müəllimlər, bəzən müəllimlərimiz bunu dövr kimi götürür müəllimlər. Bu dövr deyil. Yəni burada artıq biz dövr eləməliyik. Aydındır? Yəni 6-cı dəfə biz dövr etməliyik. Sadəcə müqayisə elədik. Baxın müəllimlər, 6-cı dəfə gəldik dövrümüzə. Yəni dedik ki, 39 kiçikdirmi? 36-da. Yox dedik. Baxın, bax, bu dövr budur. Baxın, dövr budur. Görünən işdir. Biz dövrə daxil ola bilmədik. Şərt ödəmədik. Yox dedik. Baxın, bu qolla gəldik. Heç dönüb də bu tələbə sözünə baxa bilmədik. Proqram çünki icazə vermədi. Qaytardı bizi. Gətirdi, yox. Yox da, burada artıq nə oldu? Çıxışa verildi. Çıxdıq proqramdan. Aydındır. Proqramdan çıxdıq və nəticədə tələbə sözü çap etmişik. 5 dəfə tələbə sözünü çap etmiş oldu. Düzgün cavab A variantı. Ümid edirəm ki, aydın müəllimlər sualımız. Başa düşdük müəllimlər sualımızı. Bəli, müəllimə, aydındır, əla. Çox sağ olun. Siz sağ olun. Müəllimlər, növbəti suallar altloqudur. Riyazi məntiqdə asandır. Onları da qeyd edək. Digərini. Müəllimlər, səhv eləmirəmsə, altloqunu da, hər iki altloqunu da, bir də ki, digər partını izah eləməmişdim o birisi videoda. Amma altloqu misaldır, ondan sonra riyazi məntiqdir və bundan sonra gələn digər bütün misalların həlli attığım videoda var. Video izah atmışdım, o video izahda var.